Binamızda son günlərimiz olduğu üçün bu vlogumda binanın mənzərəsindən başlatmaq istəyirəm. Ağacdan pek görünməsə də artıq həyətimizdə belə qəşəng idman yerləri hazırlayıblar. Salam xanımlar, hər vaxtınız xeyirli olsun. Bir neçə gündür vlog paylaşa bilmirəm sizlərlə. Dünən binamızda təzə idman yerinin açılışı oldu. Binanın həyətini o qədər gözəlləşdiriblər ki, adam heç yuxarı çıxmaq istəmirdi. Gözəl idman alətləri, oyun stadionları hazırlayıblar. Uşaqları düşünərək şahmat stolu, tennis stolu yerləşdiriblər həyətə. Hər biri çox maraqlı idi. Təsəvvür edirsiniz, bu hazırladıkları idman yerlərinin bir çoxunu son bir həftə içində hazırlayıblar. Binaları təmir ediblər, o qədər gözəl səliqəli etdilər ki, həyətə peşman oldum lap köçəcəyimizə. Aranızda bina evində yaşayan xanımlar varsa, yoruma zəhmət olmasa qeyd edin, görüm sizin də binanızın həyəti belə gözəldir, yoxsa hələ ki abadlaşdırmayıblar. Mən ən çox həyətdə divarlara çəkilmiş şəkilləri sevdim. Burada yoldaşımı stol üstü tenis oynayan yerdə yaxaladım. Səndə Məzəqə Talada tenis üzrə 2-ci yerin sahibi olubmuş. Bundan da məlumatım yox idi. Deyin görüm, həyətimizin yeni formasını bəyəndinizmi xanımlar? Belə burada oyun oynamaq üçün yerlərə şəkillər də çəkmişdilər. Onları da sizin üçün çəkdim. Əgər videomu bəyəndinizsə kanala abunə olmağınızı istəyərdim. Hələlik xanımlar, izləmədə qalın.